Azərbaycan Demokrat Firqəsinin birinci bildirisinin ana maddə və quruluş nədənləri. Bu proqram Azərbaycan Demokrat Firqəsinin 12 maddədən oluşan bildirisinin 75-ci il dönümü münasibəti üçün hazırlanmış. Məşrutə inqilabının qazanması və demokratik haqlarının gerçəkləşməsi sonrasında xarici istismarçılar General Ironside və onların içəridəki qulları Seyid Ziyaəddin Təbatabai 3 İsfənd 1299-cu il məşrutə inqilabına qarşı alçaqca darbə başlatmış və darbə sonucunda Rza Pəhləvini İran şahı olaraq iş üstünə gətirmişlər. Alçaqca darbədən sonra bütün toplum və özəlliklə aydınlar və ziyalilər arasında umutsuzluq yaşandı. Bu darbə ilə ilgili qəzetələr bağlandı və ziyalilər arasındakı ilgilər sınırlanıb və çoxlu insan tutuqlanıb Rza Pəhləvinin dostaqlarında həbs olundular. Rza Mirpənzin İngiliz dövlətinin dəstəki ilə şahlıq mərtəbəsinə çatması, məşrutənin və Azərbaycan millətinin demokrasi üçün mücadilə və çabalarını nəticəsiz qoyub və yenidən diktatorluğu canlandırdı. Dərgilərin və qəzetələrin bağlanması və siyasi fəalların həbs olunması Azərbaycanın bütün iqtisadi və sosial durumunu dəyişdirib və İranda rasizmə yol açdı və bu dönəmdən sonra Azərbaycan haqqında ayrımcılıqlar şiddətlə başlandı. Çünki Azərbaycan öz gücünü və potansiyelini məşrutə inqilabında göstərmiş və demokrasi qazanmışdır. Ayrıca Rza Pəhləvi və onun çevrəsində olan insanlar rasisti baxışla məmalikin məhrusəni farslaşdırmağa çalışırdılar. Elə ki, Türk millətinə öz ana dilində eğitim almaqlarına imkan verilməyib, mədrəsələrdə farsça dərs almaq zorunlu oldu. Bütün şəhər və kənd adlarını farsçaya çevirmək ilə birlikdə dövlət məmurları Tehrandan seçilirdi və Türk milləti arasından dövlət məmuru seçilməyə izin verilmirdi. Rza Pəhləvinin təkcə amacı İran coğrafiyasını farslaşdırmaq və fars olmayan millətlərin kimliklərini aradan aparmaq idi. İkinci Dünya Savaşı ortasında azlıq düşüb, milyonlar insan öldü ki, bu məsələ böyük bir razısızlığa nədən olmuşdu. Seyid Cəfər Pişəvəri adlım bir siyasətçi olaraq bu zülmləri görüb və Azərbaycan millətini bu durumdan qurtarmağı hədəfləmişdi. Türk milləti Pişəvəriyə dəstək olub, onu millət vəkili seçib Tehrana göndərdilər. Ancaq Tehranda iş üstündə olan rasist hökumət mənsubları Pəhləvi şahın əmri ilə Pişəvərinin məclisə girməsinə izin vermədilər. Bu arada quruluşunda Pişəvərinin də nəqşi olan İranın Tudə hizbi Pişəvəriyə Azərbaycan millətinin ana dili kimi təməl haqlarından söz apardığı üçün dəstək olmamış və Tehrandan yana oldular. Pişəvəri ümidsiz halda Təbrizə dönüb və Azərbaycan milləti haqqında təhqirlərə son vermək üçün tək sözüm yolunu Azərbaycanın muxtarlığa çatmasında görür. Bu arada Şərq millətlərinin qurultayı da işə başlamışdır. Şərq millətlərin qurultayı millət liderləri və teorisyenlərinin vasitəsiz görüşmələrinə yol açdı. Bu qonu Güney Azərbaycan haqqında heyətin başçısı Heydərxan Əmioğlu, heyətin birinci yardımcısı Seyid Cəfər Pişəvəri və Sosialist Azərbaycanın prezidenti Mirzəcəfər Baqirov arasında görüşmələrə və düşüncə paylaşmalarına nədən oldu. Bu görüşmələrdə bütöv Azərbaycanın gələcəyi konusunda tartışmalar keçdi və ən önəmli sonucu Pişəvərinin Azərbaycan Demokrat Firqə lideri olaraq seçilməsi idi.
Demokrat Firqə inqilabı konusunda da Mirzəfər Bağırovun yönettiği Bağımsız Sosyalist Azərbaycan Komitəsi Güney Azərbaycan demokratik mübarizlərinə çox dəstək olmuşdur. Şərq Xalqları Qurultayı bir neçə asırdan önəmlidir. 1. Modern düşüncəyə sahib olub, kapitalist və burjuvaziyə qarşı mücadilə edən millətlər arasında birlik və ittifaq yaranması. NATO kimi bir ittifaq. 2. Bu qurultayda iştirak etmək və demokrasinin yaranması və mədəni toplumun güclənməsinə dəstək vermək. 3. Azərbaycan Milli Hərəkətinin və azadlıq istəyinin rəsmiləşdirilməsini sağlamaq. Bu qurultayın açılış törənində Heydər xan Əmoğlunun güclü danışığı siyasət açısından böyük bir önəm daşımaqdadır. Azərbaycanın Demokrat Firqə inqilabı ayrıcalıqlı bir proses deyil, bəlkə bütöv Azərbaycan Milli Hərəkətinin tutduğu və davam etdiyi yoludur. Bu iddianın isbatı üçün Quzey Azərbaycanın fərqli komitələri və orqanlarının Güney Azərbaycan teorisyenləri və inqilabçıları ilə işbirliği yetərlidir. Bu işbirliği məşrutə inqilabında daha güclü bir şəkildə olmuşdur. Pişəvəri və onun fikirdaşları Türk millətinin dəstəki ilə Azərbaycan Demokrat Firqəsini qurmağa çalışırlar və 12 Şəhrivər 1324-cü il Azərbaycan Demokrat Firqəsi Farsça və Türkçə dilində 12 maddədən oluşan bildiri ilə öz quruluşunu rəsmi olaraq elan edir. 12 Şəhrivər bildirisi 1-ci maddə İranın istiqlal və təmamiyyətini saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir ki, edə bilsin özünün fərhəngi yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümum məmləkətin adilانə qanunlarını gözləməklə bərabər öz sərnəveştini təyin etsin. 2-ci maddə Bu mənzuru həyata keçirmək üçün çox tezliklə iyalət və vilayət əncümənlərini intixab edib işə başlamalıdır. Bu əncümənlər fərhəngi, behdaşti və iqtisadi sahəsində fəaliyyət göstərməklə bərabər qanun əsası mucibinə tamam dövlət işçilərinin əməliyyatını təftiş edib onların təxir və təbliğinə izhar-ı nəzər edəcəkdir. 3-cü maddə Azərbaycanın ibtidai məktəblərində üst klasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır və üst klasdan yuxarı dövlət dili olmaq üzrə fars dilində Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda Milli Darülfunun təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir. 4-cü maddə Azərbaycan Demokrat Firqəsi sənaye və fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikaları təkmil etməklə bərabər işsizliyi rəf etmək üçün əl və maşın sənayesini genişləndirmək üçün vəsilələr yaradıb taza fabrikalar vücuda gətirsin. 5-ci maddə Ticarətin genişlənməsini Azərbaycan Demokrat Firqəsi çox lazım və ciddi məsələlərdən hesab edir. Demokrat Firqəsi bazar tapmaq üçün tranzit yolları axtarmaq işinə ciddi iqdam etməli və bu vəsilə ilə ümumi sirvətin nəqsanının qabağını alması nəzərdə tutulmuşdur. 6-cı maddə Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. 7-ci maddə Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sirvət tolid edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvvətli qoludur. Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsasi qədəmlər götürsün. Məxsusən, kəndli ilə ərbabların arasında müəyyən bir hudud təyin etmək və bəzi ərbablar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağını almaq Demokrat Firqəsinin fəvri vəzifələrindəndir. Firqə səy edəcək bu məsələni bir surətdə həll etsin ki, həm kəndlilər razı qalsın və həm də maliklər özlərinin gələcəcindən itminan hasil edib, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar. 8-ci maddə
Demokrat firqəsinin mühüm vəzifələrindən biri işsizliklə mübarizə etməkdir. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu xətərin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabrikaların təsisi, ticarətin genişlənməsi, əkinci təşkilatların təsis edilməsi, dəmir və şüsə yollarının çəkilməsi mümkündür bir qədər faydalı olsun. 9-cu maddə. İntixabat qanununda Azərbaycanın haqqında böyük zülm edilmişdir. Azərbaycana Məclis Şurayı Millidə 20 vəkil yeri verilmişdir. Bu qətiyyətən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat firqəsi səy edəcək ki, Azərbaycan nüfusuna nisbət vəkil intixab etmə haqqı olsun. 10-cu maddə. Azərbaycan Demokrat firqəsi fasid, müxtəlis və rişvə alan şəxslər ilə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək. Firqə çalışacaq, onların maaşları və zindəcanlıq şəraitləri elə islah olunsun ki, onlar üçün oğurluq və xiyanət etməcə bəhanə qalmasın. 11-ci maddə. Demokrat firqəsi səy edəcək Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın. 12-ci maddə. Azərbaycan Demokrat firqəsi bütün demokratik dövlətlərlə dostluq salmaq tərəfdarıdır. Əsas olaraq Azərbaycan Demokrat firqəsi 12 Şəhriyar 1324 ilində 12 maddədən oluşan bir bildiridə Azərbaycanın hazır siyasi cəryanları doğrultusunda ortaya çıxmış və tək fərqliliği Təbrizə Güney Azərbaycanın siyasi mərkəziyyəti olaraq doğrudan etçisi olan Tehran hakimiyyətinin iç əsasını dəyişdirmək olmuş. Eləcə ki görünürdü, İranın Tudə hizbi Marksizm ideolojisi ilə Güney Azərbaycan əksinə kapitalizm yönlü olan qəvam dövləti ilə bir birləşməlik içində tək gerçəkcəsini Azərbaycan məsələsi bəyan etmişdir və başqa yandan da Azərbaycan hökumət başçıları və ziyalıları ağıllıca analizlə Azərbaycan hakimiyyət məsələsi və milli taleyini belirləmə haqqını ciddi bir şəkildə təqib edirdilər. Görünüşdə məsələ Marksizm ideolojisi olsa da, Azərbaycan xalqının iradəsinin açığa çıxması söz konusu olduğunda, bir gün öncəsinə qədər İran mərkəziyyətində olan Seyyid Cəfər Pişəvərinin öğrenci və arkadaşları bu gün ona qarşı çıxmaqdaydılar. İran yönlü siyasi teyflərin bu ideolojilərə bağlılıq təməli də Pişəvəri dönəmindən bu günə qədər çox dəyişməmişdir. Və Marksizm ideolojisinin yenilməsinə baxmayaraq, bugün Parsi Şuubiyyə, İran Milli Kimlik, İran Cumhuriyyəti və buna bənzər kimi deyimlərlə Birləşmiş Millətlər Anlaşmasının da açıq əsli olan fars olmayan millətlərin taleyini belirləmə haqqı istəyinə qarşı çıxmaqdadırlar. Azərbaycan Milli Hökumətinin quruluşuna da yol açan Azərbaycan Demokrat firqə təcrübəsi və Güney Azərbaycan iradəsinin öz milli hökuməti şəklində açığa çıxmasını istəyən və bölgədəki başqa millətlərə səadət arzu edən böyük lider Pişəvərinin hədəfləri bugün Güney Azərbaycan Milli Hərəkətinin yol göstərgəsidir.